Salam qızlar, sabahınız xeyir olsun. Necəsiz? Biz yaxşıyıq, bağçaya gedirik. Burada yolun kənarında Araz markete girmişik. Buluçka almışam onlara, isti buluçka yeyirlər. Gezikrim qalmasın sonra. Ac olsalar. Xaçabı bilərəm ki, nəsə yedizdirmişəm. Evdə mən onlara peçeni çıxartdım. Yemədilər. Məhəmməd bir dənə dişlədi qoydu. Amma Riyanna xeyli vaxta Sadiqə getmir deyə sevindiyində heç yemədi də. Hava qəşəng istidir. Elə bil ki 18 yazmışdı amma 18 deyil, günəş qızdırır qəşəng. Mən də yüngül kurtka giymişəm. Amma çox peşman oldum giyindiyimə. Uşaqları giyindirmişəm, uşaqlar balacadaydım məsələn. Amma özümə gərək giyinməyəydim. Gərək bir köynəklə elə çıxaydım, yaxşı olardı. Şu Məhəmməd, gəl bura. Gəl oğlan. Burada maşın yoxdur deyə. Başlı. Qızlar, indi gəlib çatmışam evə. Saat artıq 11-ə işləyib. Təsəvvür eləyin, saat 9-a işləmiş evdən çıxmışam. 2 saatdır indi gəlib çatmışam evə. Çünki yolun yarısını piyada getdim deyə. Ona görə də bəzi işlərim vardı, onları elədim. Sonra mağazaya girdim. Bravoya da, yəni evin qabağında elə. Ona görə biraz yobandım. Amma 6000 adımım var. Buna sevinirəm ki 6000 adım vermişəm bugün. Sözünüzü alçaya istəyirdim, nəsə ala bilmədim. Çünki yaxşı alça yox idi. Bu çiyələkdir. Deməli 4 manat 29 qəpik olsa Bravo'da götürdüm. 3.59'a harada bu qədər miqdarında da yəni ki. Təki sarımsaq götürdüm. Evdə lazım olur. Yay gəldi. Tərəvəz yeməkləri başlanacaq deyə. Qatıq götürdüm. Bu adı kənd qatıqdır, amma mən bilmirəm, bundan almamışam. Bravo'daydı bu. Bunu götürdüm. Sonra yaşlı biber 1.73. Kilosu 3.89 idi. Arada gedib dırnaqlarımı eləməliyəm. Nəsə, inanın ki, uşaqlarla hələ mən başımı aça bilmirdim. Bugün aparmışam, tilsimləri qırıldı nəhayət. 4 ədəd bizə kruasan götürdüm uşaqlara. Onlar hamı yeyir. Mən də sevirəm, amma ki, mənə məsləhət deyil, yəni ki. Kətə götürdüm. Bunlar da sevirlər uşaqlar. 4 ədəd kətə götürdüm. Sonra bunu kahve için götürmüşəm. Məktəbə getməyə. O sevir bunu. Bu pendirli soğanlı bu dadı sevir deyə. Bunu götürdüm ona. 2 ədəd razıqlı köpürdən qabartma tozu. Sonra İnanın gücüm yoxdur danışmağa. Allah'ım olsun, o dərəcə yorulmuşam. Pomidorlar qəşəng idi qızlar. Bunun kilosu 2.99, 3 manat da demək olar. Mən az götürdüm. Çünki evdə var pomidorlar, hələ bitməyib məndə. Amma yenə də götürdüm. Hər ehtimala qarşı. Bu gerkolezdir qızlar. Mən sevirəm gec qaynayan. Kaş eləyəndə özümə uşaqlar sevmirlər. Mən sevirəm, yoldaşım sevir, amma ev ki yoxdur burada. Arada özümə pişirəcəyəm. 15 dəqiqə bu qaynadılır. Çünki bunun əsl gerkulesidir. Yəni ki, bunun vitaminləri çoxdur. Mən sevmirəm o tez qaynayanları. Heç elələri var ki, qaynar su ilə qarışdırıb içirlər, yeyirlər. O ümumiyyətlə dadı yoxdur. Amma bunlar dadlıdırlar həqiqətən. Kaşluğumu da qoymuşam bunun içine qalıb. Bu artıq paket idi. Artıq zapçası çıxdı. Uşaqlara qıza gördünüz bayaqları buluçka götürdüm. Onları verdim. 3 ədəd almışdım. Deməli, verdim elə uşaqlara bağçada yesinlər. Sonra da belə 2 ədəd buluçka almışam. Belə bulkadır. 60 qəpiklik. Deməli 2 ədəd götürdüm. Birini Xavərə götürdüm. Birini Madonnaya. Bilmirəm Madonna yeyəcək ya yox, amma Xavər özünü məktəbə aparacaq hökmə. Sonra qızlar Bravo'da gəldim, farel balığı götürdüm. Mən əvvəl çox tərəddüd elədim ki, sazanı istəyirdim. Sazan hardasa çox yekədi, 5 kiloya qədər idi. Sazan bilirsiniz, o biraz bundan ucuz balıqdır, amma ki dadlı balıqdır həqiqətən də. Dükanlarda bir qədər çox deyil. Amma yekə idi deyə mən onu bizdə balıq
Nə bilim, çox da sevmirlər. Sembolə sazan, fareli yeyəcəklər, amma sazanı yox. Ona görə də dedim, elə farel götürəcəyəm. 1 kilo yarım miqdarında. Deməli, 26 manat 48 qəpik. Sonra burada bunu arasında aldım qızlar. Klipsi götürdüm özümə. Sonra 2 ədəd kəsimi götürdüm. 2% yağlılığı, 2%. Biri 3'tü, bu 3'tü baxın. Amma bu 2%'dir, görürsünüz. Mən kəsmik ümumiyyətlə sevirəm qızlar. Kəsmiksiz bir günüm olmasın vallahi ki. Bu da özümə yola su götürmüşdüm. İçmişəm, amma indi yeni də içəcəyəm. İnanırsınız, o qədər istidir. Mən dedim, ürəyim xarab olacaq, indi istidən. Kurtkamı da əynimdən çıxarmışam, bağlamışam belimə. Bu dərəcədə mənə istidir. Nəsə, mən bunları yer verirəm qızlar. Uşaqları oyadım, qızları evləri yığışdırmaq falan kömək eləsinlər mənə. Mən də gedim pastillərimi atım yumağa, acıyalı atım yumağa. Arada dəyişmək lazımdır da, təmizləmək lazımdır, təzələmək lazımdır onları. Belə. Çıxıb paltarları yığışdırım qızlar. Artıq qoruyanlar var burada, amma bunları səhər sərmişəm deyə bunlara toxunmayacağım. Uşaqlar da qoruyub. Bunları indi yığışdıracağım hamısını ipdən. Sonra da hərəsini yerinə qoyum. Rahat-rahatı. Bakırız, mənim acallarım da orada yuyulur. Onları da sərəcəyəm. Mən alça istədim almağa. Orada satırlar. Burada satırlar. Siz də gülməlidir. İnsanlar özünə divan qoyublar ya hətta. Baxın. Burada da divan var. Tərəvəz satırlar orada, meyvə tərəvəz. Özlərinə divan da qoyublar. İstirahət eləməyə. Çox gülməlidir. Amma orada yaxşı tərəvəzlər var, yaxşı meyvələr var. Uşaqların arxasıca gedəndə yəqin ki alacağım, özümlə götürərəm ya da ki qaydanda alaram. Bilmirəm, bəlkə arada çıxdım aldım. Çünki getsəm o boyda yol aparmalı olacağım özümlə. Çətindir qızlar, onların da arxasınca gidə çox uzaqdır yol. Mən yolun yarısını piyada gəlmişəm, yarısını avtobusla. İnanın, bugün ilk günüydü deyə uzun müddət mən məsafə vermişdim. Ona görə də istəmirəm dərhal bu boyda yolu piyada gəlim. Sonra arada yavaş-yavaş rejimə düşəcəyəm və bütün yolu gələcəyim piyada. Amma yenə də hələ günün yarısıda 6000 addımım var deyə narahat deyiləm buna görə. Belə. Burada qızlar, bizdə burada dərzi yeri var. Sonra texnika düzəldən yer var. Ora polis şöbəsidir. Bu hissə. Polis şöbəsidir. Orada kafedir. Ümumiyyətlə bizim bu rayonda qızlar hər şey var. Allah, çox rahat rayondur. Bütün mağazinlər burada. Orada mega shop var. Yaxşı qəşəng qiymətlər də orada həqiqətən. Sonra Salito mağazası var orada. Sonra 1 manatlıq şeylər var. 1 manat ucuz da, yəni ki. İşte 10 manat var ya, həmin yerdə də, yəni ki. Bravodur. Walmart'ın böyründə. Burada kids uşaq geyimləri var, mağaza kids. Burada bazar storedur burada. Ümumiyyətlə apteklər burada yaxında, burada da aptek var. Bizim öz binamızda da var aptek, aşağıda elə. Hər şey burada yaxındır. O yandakı ucuz store, mağazin. Buradakı böyük Bravo da, yəni bilirsiniz. Laf da böyük deyil, çox böyük. Məncə Koroğlu'da da deyirlər. Mən oranı görməmişəm. Getməmişəm. Uzaqdan görmüşəm, amma getməmişəm. Eyni şeydir də demək olar ki. Mənə bu rayon çox xoş gəlir. Bilmirəm, çox da belə qaynamır. O tərəflər sentrdə həqiqətən maraqlıdır biraz da. Çünki gəzməli yerlər var. Amma biz tərəfdə gəzməli yerlər yoxdur qızlar. Həqiqətən yoxdur burada. Bəlkə də var, mən bilmirəm. Kim bu rayondandırsa qızlar, Yeni Yasamalda, Əsəd Əhmədovda, kim bu tərəfdəndirsə, videomu izləyirsə yazın. Burada uşaqları gəzdirməyə yer harda var. Biz Plaşatkaya da gedirik. Hətta bu yanda Plaşatka var. 296'nın yanında məktəbə yaxın yerdə Plaşatka var. Oraya gedirik. Amma ki belə bir park olsun, yaxşı bir gəzməli yer olsun burada yoxdur. Yasamal parkdakı o içəridədir. Sözün düzü üç. Nə bilim vallah, piyada uzaqdır orada. Belə. Mən qısa çox danışdım, parklarımı yığışdırım. Gedim yer verelim.
Xavər hazırlaşır məktəbə, qızlar. Saçlarını darıyıb, istəyir ki, ona hörük eləyim. Hörük istəmir, iki hissəyə istəyir, ayırsın saçlarını və balaca rezinkalarla saçlarını düzəldəcəyim indi. Elə istəyir, indi baxarım, görüm necə alınır. Saçları uzundu deyə narahatçılıq hiss eləyir, amma ki, gözəldir saçlarını, mən kəsmək istəmirəm o saçlarını. Daha Xavi. Zачем собираешь? İndi saçlarını darıyıb, indi plisoslayacaq otağı. Çünki saçlarını dökülür. Çox da dökülmür, amma normal dərəcədə də, yəni ki, darıyanda. Bu cür olundu qızlar. Ну-ка, подходи ближе. Yaxın gəl. Saçları belə. Bu dərəcədə belə. Belə istədi. Hörük istəmədi. Sadəcə istədi 2 dənə boynuzuna və keçi elədim onun üçün və razne rezinkalarla belə xoşlayır. İndiski variant mən yadımdadır. Əvvəllər Hind filmlərində belə qızlar saçlarını yığardılar. Xavər də belə sevir. Что ты делаешь? Все, давай, vaxtın dur. Давай, yığışdır. Qaç məktəbə. Su götürmüsən? Yaxşı oxuyasan. Kızlar çıxmışam evdən. Uşaqlarla dalınca gedirəm bağçaya. Saat 5'e işləyib. Hardasa 5 dəqiqə. Külək dəhşət. Hele bir hava soyudu. Mən də yüngül geyinmişəm. Zəng elədi ki, tərbiyəçi oradan köməkçinin uşağı xəstədir. Uşaqları xahiş edirik, tez götürün. Ona görə mən də biraz tez çıxdım. Hardasa 20 dəqiqə tez çıxmışam. Biraz gedib götürəcəyim, amma yəqin ki, biz taksi ilə evə gedəcəyik. Çünki küləkdir yaman. Küçədə saxlamaq istəmirəm onları. Her yanda tut ağaçlarıdır Bakıda. Belələri var, yetişən belələri var, yox. Məhəmməd. Привет. Привет. Salam, скажи salam. Скажи salam. А прикольно. Мама, ты где? Что, малыш? Я тут. Beyriyanla da götürək. Sonra da taksi çağırın. Yok. Yok. Dök. Dök. Bir de bana. Hoppa. Hoppa Mehmet, hoppa. Eve gedirik. Домой? Да? Ты готова? Да. Все, давай, пошли, балам. Пойдем. Все, руку dayı ruku. Külək əməli başlı dağıdır, dəhşət. Ona görə də taksi çağırmışam. İstədim çıxardım əvvəl onları. Dedim, hələ vaxtımıza qalıb, Çaspika çox da probka olmayacaqdı, indi çıxsaq. Amma görürəm ki, yox, bunlar xəstələnəcəklər. Ona görə o düşür. Buna bax sən. Axı dedim, olmaz əlini bura qoymaq. Nельзя так делать, нельзя, балам. Мама, Что? Сейчас, молодец, сейчас. Что делаешь? Нельзя трогать. Mama, Hı. ты даешь? Taksideki 9 dakikadan sonra gelecek.
Çərədələr var mən 9 dəqiqə. Uşaqlar evdədirlər artıq qızlar. Boluçka yeyirlər burada. Peçenyeyi de sırası götürdüler. Acımıştılar yaman. Buba. Нет, не Буба. Mama kino смотрит. Ben de burada özüme kızlar meyve hazırlamışam. Şimdi meyve yiyeceğim. Hala səhər yeməyimin üstündəyəm. Ona görə indi də saat hardasa 6-ya işləmiş var. Qızlar, uşaqlar gəldilər evdə. Gördüyünüz kimi sonra da xəbər gəldi. Deyirəm mama olar axşama bizə dönər pişirəsən, hazırlayasan. Məndə də pişirilmiş toyuq var idi. Göndərdim onu, getdi lavaş aldı, gətirdi. Kuxnadan onlar üçün qoymuşam, yeyirlər. Mən sevirəm belə qızardılmış lavaşı. Mayonezsizdir bu qızlar. Sadəcə xiyar, pomidor, cücə əti, göyərti, soğan, bir balaca da ketçup və salam. Kalorisi çox azdır. Hesablamışam, indi yazacağım. Qızlar, işlərimi gördüm, uşaqları uzandırmışam yatmağa. Məhəmməd artıq yatdı. Nəhayət ki, Xavinin dərs elədik Azərbaycan dili dərsini. İnan o qədər yorğunam bugün. Ayağımın ağrısından da üstünüzə sağlıq. Mən elə bildim ki, heç bugün uşaqların dalınca gedə bilməyəcəm də. O dərəcədə ayağım ağrıyırdı. Dərman sürtmüşəm, krem sürtmüşəm ayağıma. Bir azcası elə bir sakitləşdi. Amma ki, bilmirəm, qorxuram ki, səhər həqiqətən çox ağrıyacaq. Mənim də səhər uşaqları bağça aparmağım lazımdır, baxaram. Baxaram, yox, hökmən aparmalıyam. Çünki sabah yoxlama var bağçada. Dedilər, gətirərsiniz. Həm də ayın birində uşaqların müdafiə günüdür deyə aparıb pul verməliyik, deməli, tədbir üçün, uşaqlar üçün də, yəni ki. Ona görə də getməliyim hökmən. Belə, həm də indi serialımı da yandırmışam, durub baxıram sahibsizlərə. Biraz beynim təmizlənsin, sonra da uzanım yatım. Tez yatmaq istəyirəm. Çünki həqiqətən çox yorğunam. Hamınızın gecəni xeyrə qalsın. Allaha əmanət olun. Kanalıma abunə olmayanlar 95% baxırlar. Xahiş edirəm. Bir dənə orada kolkolçika basın, heç nə olmaz. Xahiş edirəm sizdən. Podpisasiya eləyin. Abunə olun. Mən sizə minnətdar olacağım buna görə. Sağ olun.